Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Əliyeva Sevinç. Bugün mən sizə sertifikasiyanın müsahibə mərhələsində kəsilməmək üçün kəsilməyə səbəb olacaq əsas davranışların bəziləri haqqında geniş məlumat verəcəm müəllimlər. Məlumata keçməzdən öncə hər birinizə müsahibə mərhələsində uğurlar arzu edirəm. Keçən indi isə bəzi diqqətli olacağımız məqamlara. İlk öncə gülərüz olmaq. Biz müsahibə zamanı otağa daxil olduğumuz andan, yəni biz müsahibə mərhələsi başlayanda komissiya üzvlərinin qarşısında özümüzü təqdim edən zaman, müsahibə mərhələsində iştirak zamanı gülərüzlü olmalıyıq. Çünki bilirsiniz niyə? Biz bir müəllimik. Sinif mühitində bizim davranışlarımız, bizim mimikamız çox önəmlidir. Çünki biz şagirdlərimizə mənfi enerji ötürürüksə, o şagirdlərin oradan məlumat alması, yəni bilik bacarıqlar əldə etməsi biraz arxa plana düşmüş olur. Ona görə də biz bir müəllim olaraq müsahibə mərhələsində, sinif mühitində necə gülərüz oluruqsa, o şəkildə də müsahibə mərhələsində özümüzü təqdim etməyi bacarmalıyıq. Aqressiya ilə üzümüzü belə turşudaraq otağa girsək, komissiya üzvlərinin qarşısında dayansaq, onlar da fikirləşəcəklər ki, bir müəllim olaraq biz şagirdlərin qarşısında da bu şəkildə bir mimik hərəkətlər təqdim etdiyimiz üçün, şagirdlər də bizdən mənfi enerji aldıqları üçün dərsə cəlb olunmaları, beyinlərinə məlumatın ötürülməsi biraz çətin olacaq, yəni çətinlik yaradacaq. Və eyni zamanda biz sinif mühitini yaradıcı, yəni eyni zamanda pozitiv bir sinif mühiti yaratmalıyıq. Ona görə də biz müəllimlərin hər zaman problemlərimizi kənarda qoymalı, sinif mühitinə daşımamalıyıq. Ona görə də bizim müsahibə mərhələsində ilk diqqət edəcəyimiz məqamlardan biri gülərüz olmağımızdır. İkinci məqamlarımız isə bu işə çox ehtiyacım var demək. Baxın, sizə sual verə bilərlər ki, müsahibə mərhələsindəsiz, deyil peşəkarlıqdan kənara çıxış edərək bilik və bacarıqlar deyil, duyğu sömürüsü ilə rəğbət qazanmağa çalışır bəzi müəllimlər. Deyir ki, mən sizi müsahibə mərhələsindən kəsərsəm nə baş verər? Qeyd edirsiniz ki, mənim pula çox ehtiyacım var, səmimilik eləməyə çalışırsınız. Mənim bu işə çox ehtiyacım var demək olmaz qətiyyən müəllimlər. Çünki biz sinif mühitinə pul qazanmaq, işə ehtiyacım var kimi baxış bucağı ilə daxil oluruqsa, demək ki, biz şagirdlərə lazım olan bilik bacarığı, dəyər keyfiyyətləri ötürmürük. Bir müəllim vəzifəsini icra etmək əvəzinə ehtiyacımız olanın ardınca qaçırıq. Bunu da komissiya üzvlərinə bu şəkildə ötürmək, onlarda sizə qarşı doğru olmayan bir fikir formalaşdırmış olursunuz. Ona görə də buna da diqqət etmək lazımdır. Üçüncü digər məqamımız ənənəvi üsulla dərs keçməyi təbliğ etməyimiz. Bəzən müəllimlər var ki, həqiqətən də müasir təhsil kurikulumundan, aktiv təlim metodlarından, interaktiv yanaşmalardan uzaq olduğunu nümayiş etdirməyə çalışır. Bəzən səmimi olmağa çalışır və bəzən də sizə elə bir səmimi sual verə bilərlər ki, sizcə ənənəvi üsulla dərs keçmək daha keyfiyyətlidir, yoxsa hal-hazırda müasir təlim üsullarından istifadə etməklə dərsi keçmək daha keyfiyyətli olar sizcə? Siz də səmimi olmağa çalışırsınız. Bəzən olur da müəllimlər var ki, deyirlər ki, mənə görə bilirsiniz necədir? Düz indi ənənəvi üsul, müasir üsul var, ancaq mən ənənəvi üsulla dərs keçirəm. Bunu deyən müəllimlər var. Amma burada biz diqqət etməliyik müsahibə mərhələsində. Bu cür ifadələrdən istifadə etməyimiz demək ki, bizim keyfiyyətsiz peşəkar yanaşmamağımız deməkdir. Keyfiyyətsiz yanaşmağımız deməkdir işimizə. Onu da müsahibə mərhələsində komissiya üzvlərinə ötürmək olmaz. Qətiyyən buna diqqət edirik. Sonra digər məsələ sözgüləşdirmək. Onlar komissiya üzvləri ilə yersiz mübahisəyə girib, tənqidi və iradları aqressiv şəkildə qarşılaya bilərsiniz. Ola bilər, onlar sizə doğru bir tənqidlə yanaşa bilərlər. Təhqir etmirlər ki, sizə. Tənqidi müəllim mədəni davranış qaydalarına əsasən etik davranış qaydalarında dediyi kimi, tənqiddən doğru bir tənqid varsa, o tənqiddən özü üçün bir irad varsa, o iraddan özü üçün bir nəticə çıxartmalı və onun yönündə çalışmalıdır. Ola bilər, komissiya üzvü sizə deyə bilər ki, siz çox yüksək səslə danışırsınız. Çox yüksək səslə danışırsınız. Sinifdə mi belə danışırsınız? Yəni, o zaman siz deyəcəksiniz, xeyr, mən səs tonumu belədir. Yəni, mənim səs tonum budur. Bu şəkildə olmaz müəllimlər demək. Yəni, diqqət eləmək lazımdır. Tənqiddən özümüz üçün nəticə çıxartmaq lazımdır. Yaxşımı? Yəni, söz güləşdirmirik. Sonra digər.
Həddindən artıq emosional olmağı. Bəzən müəllimlər var ki, öz duyğularını müsahibə mərhələsində idarə edə bilmirlər. Ağlayırlar, həddindən artıq həyəcanlanırlar, suallara qeyri-adekvat reaksiyalar verməyə çalışırlar. Bu da olmaz. Çünki müəllim dediyim kimi bütün problemlərini kənarda qoymalı. Məsəl üçün sizə belə bir sual verə bilər ki, siz ağladığınız anda onlarda belə bir təəssürat yarada bilərsiniz. Bax, bir müəllimdir, hal-hazırda bu müəllim sinifə daxil olub, dərs keçir, deyəlim ki, Sevinç müəllimədir, dərs keçir sinifdə, hansısa bir müəllim sinifə daxil ola bilər, gəlib digər əməkdaşınız sizə deyə bilər ki, hansısa bir bədbəxt hadisənimi, nə isə deyə bilər. Siz o sinif mühitdə başlayacaqsınız ağlamağa? Yox, olmaz. Yəni ona görə də bunu da komissiya üzvlərinə bu şəkildə ötürmək olmaz. Və onlar düşünə bilərlər ki, siz emosionalsınız, hansısa bir uşaq sizə deyə bilər ki, müəllimə, mən sizi sevmirəm. Əvvəldən ona başqa bir müəllim dərs keçmiş ola bilər. Uşaq da siz yeni sinifə daxil olmusunuz, sizi sevməyədiyini bildirə bilər. Siz onda götürüb ağlayacaqsınızmı müəllimlər? O onlara o təəssüratı bağışlaya bilər. Ona görə də bu məqamlara da diqqət etməliyik. Yəni komissiya üzvünün nə fikirləşəcəyini bilməyəcəyimiz üçün bu diqqət edəcəyimiz məqamlardan biri də bax budur. Qapalı düşüncə tərzi nümayiş etdirmək. Yeniliklərə qapalı olmaq, səhvlərindən öyrənməyə, peşəkar inkişafa meyilli olmaq. Və yaxud da sizə deyə bilər ki, bir müəllim olaraq öz fənninizlə bağlı yenilikləri oxuyursunuzmu və yaxud da hansı yenilikləri oxuyursunuz? Deyirsiniz ki, onsuz da mənim bilik bacarıq səviyyəm yüksək səviyyədədir, mənim heç bir kitab oxumağıma ehtiyacı yoxdur. Və yaxud da deyə bilər ki, sertifikasiyanın belə deyək də, imtahan mərhələsinin keçirilməsinə necə baxırsınız? Siz deyəcəksiniz, çox pis. Onsuz da biz müəllimlər savadlıyıq da, bu qapalı düşüncə tərzindədir. İnsan yenilikçi olmalıdır, yəni açıq düşüncə tərzində olmalıdır. Qapalı düşüncə tərzini onlara nümayiş etdirsək, demək ki, biz bir müəllim olaraq öz üzərimizdə çalışmadığımızı nümayiş elətdirmiş oluruq. Ona görə də diqqət edirik müəllimlər, biz bir yenilikçi müəllim olduğumuzu, daim öz üzərimizdə çalışdığımızı komissiya üzvlərinə peşəkar səviyyədə çatdırmağı bacarmalıyıq. Digər bir qaydalarımızdan biri də şagird seçiminin edilməsi. Yəni şagirdlər arasında fərq qoymaq, inklüzivliyi, bərabər imkanları pozulması. Yəni sizə sual verə bilərlər ki, indi gəlin real danışaq da, ola bilər ki, siz sinifdə hansısa şagirdi daha çox sevirsiniz. Siz deyə biləcəksiniz, hə, gəl mən sizlə səmimi olum, komissiya üzvlərinə deyirsiniz. Hə, mən hansısa şagirdimi daha çox sevirəm. Yəni bunu etmək olmaz qətiyyən. Yəni ümumiyyətlə sinif mühitində biz müəllim olaraq şagirdlər arasında seçim etməməliyik. Ola bilər hansısa şagird yaxşı oxuya bilər. Ola bilər hansısa şagird o bilik bacarığını sizə çatdıra bilməyib pis oxuya bilər. Amma o şagirdin də hansısa bir bacarığı var. Bacarıqsız insan yoxdur axı. Sadəcə o şagirdin demək ki, siz bacarıq səviyyəsini üzə çıxarda bilməmisiniz. Yenə də pis oxumaq anlayışı bir müəllim üçün olmaz. Çünki baxın, mən sizə belə bir ipucu verim burada. Deyə bilər ki, sinifinizdə yaxşı oxumayan uşaqlar var, yaxşı oxuyan şagirdlər var. Bəli, qeyd edə bilərsiniz ki, məsəl üçün aşağı göstərici, yüksək göstəricilər əldə edilən şagirdlər var. Bəli, siz bunu normal qəbul edə bilərsiniz, amma qeyd edirsiniz ki, hər zamandakı hər bir şagirdin öz bacarığı var, hər bir şagirdin özünə uyğun bacarıqları var ki, o bacarıqları üzə çıxartmaq lazımdır o sinif mühitində. Ona görə də yaxşı oxuyan, pis oxuyan anlayışı yox. Biz deyirik ki, o zaman yəni öz bacarığına görə çalışma səviyyəsində olan şagirdlərimiz var. Bunu mütləq qoruyub saxlamalıyıq. Və yaxud da mən hansısa bir şagirdi daha çox sevirəm, hansısa bir şagirdə qarşı daha çox empatiyam var, hansısa bir şagirdi mənə daha gözəl gəlir, daha sevimli gəlir, daha şirin gəlir. Bu anlayışlar olmaz. Çünki sinif mühitində biz bütün şagirdlər üçün bərabər imkanları qoruyub saxlamalıyıq. Hər birisinə eyni davranış, eyni qayğı olmalıdır. Yəni və yaxud da sinifdə ola bilər ki, inklüziv şagirdiniz olsun, belə deyək də hansısa bir qeyri-məhdudiyyəti olan bir şagirdiniz olsun, o şagirdi digərlərindən daha çox ayırmaq falan, bu da qətiyyən yol verilməz haldır. Digər bir məsələ valideynlərə aqressiyanın nümayiş elətdirilməsi. Yəni valideynlərlə konstruktiv və pedaqoji ünsiyyət qura bilməmək, problemlərin həllində günahı kənarda axtarmaq. Ola bilər ki, valideyn aqressiv şəkildə sinif mühitinə daxil ola bilər, sizə hətta təhqir də eləyə bilər, hətta tənqid də eləyə bilər. Bu halda, qarşılaşdığınız halda yenə də siz bir müəllim olaraq peşəkar davranışınızı nümayiş elətdirməlisiniz. Yəni o müəllim sizə qarşı, üzr istəyirəm, valideyn sizə qarşı hansısa bir aqressiyanı nümayiş elətdirdi, siz də qayıdıb ona qarşı aqressiya nümayiş elətdirməməlisiniz. Yenə deyim, empatik şəkildə yanaşmağa
Səbirsiz ola bilərsiniz. Xeyr, səbirsiz olmamalısınız. Valideyn sizə ev mühitində, yəni dərs saatında deyilsiniz, ev saatındasınız. Yəni sizin hal-hazırda iş saatınız deyil. Valideyn sizə həddindən artıq zəng edib suallar verə bilər. Həddindən artıq mesajlar, zənglər eləyə bilər. O zaman da aqressiyanın göstərmə deyə bilər ki, sizin iş saatınız deyil də, valideyn saat 12-dən sonra sizə yığıb. Əslində bu doğru hal deyil, amma biz demək deyilik ki, orada götürüb ki, valideyn nə hüququ var ki, 12-dən sonra məni yığsın. Yəni bunu olmaz, qətiyyən yol vermək olmaz. Biz bir müəllim olaraq, yəni öz belə deyək də sərhədlərimizi də qorumağı bacarmalıyıq. Şagirdə qarşı cəza tədbirinin görülməsi. Baxın müəllimlər, pedaqoji etikaya və uşaq hüquqlarına zidd olan psixoloji və fiziki cəza metodlarının dəstəklənilməsi. Bəzi müəllimlər bunu edirlər. Cəza tədbiri olaraq şagirdləri vura bilərlər. Bunu da biz sosial şəbəkələrdə dəfələrlə görmüşük ki, bununla bağlı müəllimlər haqqında tədbirlər görülüb. Heç bir şəkildə biz şagirdləri cəzalandıra bilmərik. Ola bilər ki, şagird davranış pozuntusu nümayiş elətdirsin və yaxud da hansısa bir şagirdə öz yoldaşına qarşı bullying etsin. Ola bilər ki, qəsdən sizin dərsinizi pozmağa çalışsın. Siz bir müəllim olaraq peşəkar yanaşmada olmalısınız. Cəza tədbiri görülməməlidir. Bunda şagirdin bu mənfi davranışını, düzgün olmayan davranışını aradan qaldırmaq üçün hansısa bir tədbirləri görə bilərsiniz. O demək deyil ki, biz şagirdi döyək, vuraq. Bu uşağın psixologiyasına birbaşa təzyiq göstərir və o şagirdin belə deyək də hüquqlarını biz əlindən almış oluruq. Eyni zamanda bir müəllim olaraq düzgün insani davranışlar nümayiş elətdirməmiş oluruq. Ona görə də bu məsələlərə diqqət etmək lazımdır. İşinə məsuliyyətsiz yanaşma. Digər bir məsələ. Qeyri-ciddi yanaşırsa, nizam-intizam, vəzifə funksiyalarını tam dərk etmirsən. Məsəl üçün, bax belə deyim sizə, işinə məsuliyyətsiz yanaşma deyəndə necə deyə bilərik? Bax, siz bir müəllimsiniz, belə deyək də, müsahibə mərhələsinə gecikmisiniz. Baxın, deyirəm, müsahibə mərhələsinə gecikmisiniz. O komissiya üzvləri tərəfindən sizin haqqınızda müsbət bir fikir formalaşa bilərmi? Xeyr, formalaşmayacaq. Çünki onlar fikirləşəcəksiniz. Siz bir məsuliyyətsiz yanaşma, müsahibə mərhələsinə məsuliyyətsiz yanaşmısınızsa, demək ki, sinif mühitində, dərs saatına da məsuliyyətsiz yanaşırsınız. Siz dərsə də gecikirsiniz, məktəbə də iş saatına da gecikirsiniz. Ona görə də işinə məsuliyyətli yanaşmaların əsas məsələlərdən biri də bax budur. Yəni, düzgün icra. Layaqlığın pozulması, yəni təhsil müəssisəsinin həmkarlarının ümumi təhsil müəssisəsinin nüfuzuna xələl gətirən fikirlər səsləndirmək, peşə etikasına zidd davranmaq. Baxın müəllimlər, siz loyallığı necə poza bilərsiniz? Əvvəl hansısa bir məktəbdə işləmisiniz, hal-hazırda digər bir məktəbdə işləyirsiniz. Sizə sual verə bilərlər ki, bundan öncə başqa bir məktəbdə işləmisinizmi? Siz də deyə bilərsiniz ki, bəli işləmisiniz. Sizə sual verə bilərlər ki, sizcə o məktəb kollektiviniz daha yaxşı idi, yoxsa hal-hazırda işlədiyiniz məktəb kollektivi? Bəzən müəllimlər olur ki, deyir ki, yox, o kollektivi çox da sevmirdim. Hal-hazırda kollektivimi daha çox sevirəm. Daha sıcaq, daha isti gəlirlər mənə. Əməkdaşlığı daha çox onlarla qura bilirəm. Yəni bu yöndə fikirlər səsləndirmək qətiyyən olmaz. Bilirsiniz niyə? Biz bir məktəb mühitində kimisə, hansısa bir müəllimi sevmək məcburiyyətində deyilik. Amma biz müəllimlərimizlə, kollektivimizlə əməkdaşlıq, düzgün ünsiyyət, düzgün münasibət qurmaq məcburiyyətindəyik. Çünki niyə? Bu bizim vəzifə funksiyalarımızdan biridir. Demək ki, belə çıxır ki, sizin ifadənizdən, siz bundan öncəki məktəbdə işlədiyiniz zaman digər kollektiv əməkdaşlıq etmirsiniz, ünsiyyət qurmursunuz, onlara qarşı sərt reaksiyanız var, onların verdiyi fikirlərdən heç bir şəkildə yararlanmırsınız, sizə maraqlı deyil. Yəni görürsünüz, burada loyallığı pozmuş olursunuz və yaxud da qanun çərçivəsindən kənar indi bunları demirəm. Məktəbinizdə sual verə bilər. Deyərsiniz ki, bəs belə deyəndə də siz deyəlim ki, riyaziyyat müəllimisiniz, başqa bir kolleqanız da var, riyaziyyat müəllimi də var, ona qarşı münasibətiniz. Axı o mənimlə eyni dərsi bölür, dərsin çoxusu ona düşür, azısı mənə düşür. Bu olmaz, qətiyyən olmaz. Yol verilmir, qətiyyən. Komissiyaya sən deyə müraciət etmək. Bəzən ünsiyyətdə səmimi olmağa çalışırsınız. Yəni, çox səmimi münasibət göstərmək qətiyyən olmaz. Sən deyə yox, siz deyə müraciət etmək lazımdır. Yəni, bunu dəfələrlə evdə təkrarlayırsınız. Müəllimlərə sən deyə, komissiya üzvlərinə sən deyə müraciətin yol verilməsi qeyri-peşəkardır. Müsahibəyə gecikmək haqqında dedim sizə. Yüksək səslə danışmaq. Bir yaxda dediyim sizə, digər bir variantın içərisində daxil etdim sizə. Müəllim nitq mədəniyyətinə riayət etməlidir, səs tonunu tənzimləməyə bacarmalıdır.
aqressiya, başqa bir təsir bağışlamamalıdır, fikir təsir bağışlamamalıdır. Səs tonuna müəllim hər zaman diqqət etməlidir. Sinifdə qışqıra-qışqıra danışmaq qətiyyən olmaz. Amma səs tonunu elə bir şəkildə eləməlidir ki, auditoriya onun səsini eşitsin. Auditoriya onun səsini eşitsin. Yəni yüksək səsdən istifadə edib sinifdə qışqa-qışqa danışmaq da bir şey deyil. Yəni çox ürəyində danışmaq da bir şey deyil. Yəni səs tonunu tənzimləməyə müəllim hər zaman bacarmalıdır. Nitqindən düzgün istifadə etməyə bacarmalıdır. Dialekt sözlərdən istifadə etməməlidir. Qeyri-peşəkar ifadələrdən istifadə etməməlidir. Müəllimin səs tonu da, danışıq tərzi də hər zaman şagirdlərə nümunə olmalıdır. Hər zaman şagirdlərlə münasibətdə də digər şagirdlərə nümunə olmalıdır ki, baxın, mən görürsünüz, zəhmət olmasa xahiş edirəm kimi sözlərdən də müəllim istifadə etməlidir şagirdlərə. Belə bəzən olur, müəllim deyir, "Aba dur, qapını ört." Olmaz bu şəkildə ifadələr işlətmək. Zəhmət olmasa, məsəl üçün, "Ayan, qapını örtərsənmi, örtərsinizmi?" kimi ifadələrdən düzgün istifadə etmək lazımdır. Sonra növbəti isə tənqidi qəbul etməmək. Səhvləri, peşəkar iradları qəbul etməkdən boyun qaçırmaq, özünü inkişafa qapamaq və haqsız yerə müdafiə olunmaq. Bəzən ola bilər ki, bayaq da sizə bundan öncədəki gəlmişdik belə bir fikrə, tənqidi qəbul edilməməsi sizin üçün doğru tənqid verilə bilər, peşəkar irad bildirilə bilər. Siz deyirsiniz ki, xeyr, əsla məndə elə bir fikir yoxdur, amma hal-hazırda da siz onu nümayiş elətdirirsiniz. Burada heç bir şəkildə bunu inkar etmirsiniz. Tənqiddən özünüz üçün bir nəticə çıxardacağınızı bildirirsiniz. Ola bilər indi həyəcanlı bir mühitdəsiniz də, müəllimlər, həyəcanlı bir mühitdəsiniz və sizin orada məsuliyyət hissiniz daha çox qat-qatdır. Ona görə də ola bilər nəysə deyə bilərlər, o fikirlərdən özünüz üçün bir nəticə çıxartdığınızı qəbul eləməlisiniz və hətta burada dirənmək olmaz ki, yox, siz dediyiniz kimi deyil, yox, qətiyyən, sakitcənə yəni qulaq asırsınız. Belə, müəllimlər, növbəti videomuzda, indi mən bir neçə günə videonu yerləşdirəcəm kanalımıza, siz də ardına baxmış olacaqsınız. Yenə də qeyd edirəm, müsahibə mərhələsində hazırlaşmaq üçün mən Sevinç Əliyeva ilə 055 546 78 18 nömrəsinə əlaqə saxlaya bilərsiniz və yaxud da 055 751 71 73 nömrəsindən əlaqə saxlayaraq dərslərimizdən yararlana bilərsiniz. Videonu maksimum şəkildə bəyənirsiniz və digər yoldaşlarınızı da göndərirsiniz ki, onlar da videodan yararlana bilsinlər. Müsahibə mərhələsində hansı məqamlara, hansı halda diqqət etmək lazımdırsa, onu öyrənmiş olsunlar. Bu qədər müəllimlər, hər birinizə uğurlar arzu edirəm.